Rusiya ilə sərhəddə yerləşən Samur gömrük buraxılış məntəqəsinin qarşısında bir neçə gündür ki, yük avtomobillərinin növbəsi yaranıb. Hazırda yüzlərlə avtomobil buraxılış məntəqəsini keçmək üçün sıraya düzülüb. 600-700 araba var. 2 gündür buradayız. Kapılar biraz yavaş çalışıyor. Rusya'dan mı Azerbaycan'dan dolayı da bilmiyoruz. Bilmiyoruz. Belki yarın geçeriz, belki bu gece geçeriz. Belli değil ama uykusuzuz. Sorun yaşıyoruz. Parking yok. İstirahat edemiyoruz. Malzemelerimiz termokün araçlarımızda meyve yükleyenler var, sebze yükleyenler var, tavuk yükleyenler var, et yükleyenler var. Bunlar hep zarar görüyor. Hala bilmiyorum haçanan kimi keçə bilək. Sırada yox, gedi yox da görək. Gecəndə yatmamış, addım yandı, söndür. Yeməkxanası yox, bir tuvaleti yox, heç bir şey yox. Bu parklar da yaradıblar, amma millət küçələrdə qalır. Mal xarab olur, gecikir, mal gecikir, qırmızıya düşürük. Bu hamısı bunlar ziyandır da. Bir haftadır buradayız. Kırmızı köprüden çıktık. Bir haftadır biz burada yollarda kepaz içindeyiz arkadaşlar. 20 kilometre var. Bakabilirsiniz. Gümrükten tutun polis noktasına kadar sıra var. Millet gece gündüz buralarda sabaha kadar ne tuvalete gidebiliyor ne su içebiliyor. Uykuda uyuyan ben şu anda 16 saat uykusuzum. Dövlət Gömrük Komitəsindən isə bildirilib ki, Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə sərhədində yerləşən Samur, Xanuba və Şirvanlı gömrük postlarından yük nəqliyyat vasitələrinin buraxılışı gündəlik iş rejimində həyata keçirilir və hazırki şəraitdə buraxılış ilə əlaqədar hər hansı sıxlıq və gecikmə halları müşahidə edilmir.